Salam. Bugün say sistemləri mövzusunda sınaq nizamını sizlərlə paylaşıram. Birinci sualımızdan başlayaq. Deməli, verilən ədədi, ifadəni 16 əsaslı say sistemində yazılır. Bu yazılışda neçə dənə sıfır rəqəm var? Bu tip sualları biz həll edərkən daha qısa, sürətli yazılış qaydası nədir? Hər bir toplananı 16-nın qüvvəti şəklində göstəririk və ədədin açıq yazılış formasını alırıq. Deməli, birinci ədədimiz mən 16-nın qüvvətini buradan ayırsam, 3 vuraq, 4-ün kvadratının üstü 19. Əgər belə birbaşa göstərməyə çətinlik çəkirsinizsə, 4-ü 2-nin kvadratı kimi göstərib, sonra 2-nin üstü 4-ün qüvvəti kimi də göstərə bilərik. Üstə gəlsin 2 vuraq, 4-ün üstü 23-ü, 4-ün kvadratının üstü 23-ü böləndə 2-yə 11 qalır və qalıq nə qalır? 1 qalır. Üstə gələk 4 üstü 20-ni yazırıq 4-ün kvadratının üstü 10 kimi. Üstə gələk 3 vuraq 4-ün kvadratının üstü 2, bir də qalıq 1 qalır. Üstə gələk 2 vur 4 üstü 4-dür, 2 vuraq 4-ün kvadratının kvadratı. Üstə gələk 1. Aha. İndi biz bu ədədi çevirsək, olur 3 vuraq 16 üstü 19. Üstə gələk 2, bir dənə də burada 4 var. 8 vuraq 16 üstü 11. Üstə gəlirik 16 üstü 10. Üstə gəl 3 vur 4 elədi 12 vuraq 16-nın kvadratı. Üstə gələk 2 vuraq 16-nın kvadratı. Üstə gələk 1. İndi tərsinə yığsam, diqqətli olaq. Baxın, burada əsas vacib məsələlərdən biri budur. Burada hər ikisi 16-nın kvadratıdır və 12 ilə 2-ni toplayanda nə verir bizə? 14 verir və 16-lıq say sistemində 14 rəqəmi var. Ona görə də mən bunu 3 vuraq 16 üstü 19, üstə gələk 8 vuraq 16 üstü 11, 16 üstü 10, üstə gələk 12 vuraq 16-nın kvadratı, yox 14 artıq nə oldu? 14 vuraq 16-nın kvadratı oldu. Birləşdirdim bunları. 16-nın kvadratını elə bir mötərizə xaricinə çıxarsam 12 üstə gəlir ki 14 qalır. 16-nın kvadratı üstə gələ 1. İndi biz bu ədədi əgər 16-lıq say sistemində göstərsək, istənilən P əsaslı say sistemində P üstü n, 1 arxasında n dənə 0 yazılışı deməkdir. Mən bunu P əsasında göstərirəmsə. Yəni 10-luq say sistemindən P əsaslı say sisteminə keçəndə. Burada da əgər mən 16-lıq say sisteminə keçirəmsə, 16-lıq say sistemdə 16 üstü 19, 1 arxasında 19 dənə 0-dır. Əgər mən 3-ü 1 arxasında 19 dənə 0 olan ədədə vururamsa, elə 3 arxasında 19 dənə 0 alınır, düzdürmü? Aha. Onda bizim bu ədədimiz neçə rəqəmlidir? Ən böyük qüvvət 19 olduğuna görə 3 arxasında 19 dənə 0, deməli ədədim 20 rəqəmlidir. Və baxıram mən burada neçə dənə sıfırdan fərqli rəqəm var. Yəni biz bunu çevirəndə açıq yazılış formasından ədədin özünü alanda nə edirəm? Baxıram 319 mərtəbəsi var. Sonra deyirəm 318 mərtəbəsi yoxdur, 17 mərtəbəsi yoxdur və s. Gəlirəm ara çatanda 16 üstü 11 mərtəbəsi var, hansı rəqəmdir? 8-dir. Sonra 16 üstü 10 mərtəbəsi var, yanında əmsal yoxdursa 1-dir, yəni 1-dən 16 üstü 10. Üstə gəlirik, yox, sonra davam edirəm, 16 üstü 9 yoxdur, 8 yoxdur və s. Gəlirik hara? 16-nın kvadratı mərtəbəsi nədir? E hərfidir. Sonra üstə bir də sonra nə var? 16 üstü 1 yoxdur, 0 yazıram, 16 üstü 0-da 1 rəqəm var, yəni 16-lıq say sistemində belə yazırıq biz bunu. Amma indi bizi 0 sayını tapanda heç onlar önəmli deyil. Amma başa düşəndə ki, mən niyə bunları çıxıram? Yəni bu şəkildə olduğuna görə görürsünüz, hansının yanında 16-nın qüvvəti varsa, biz həmin mərtəbələri ancaq buraya yazırıq. Baxın, misal üçün hansısa bir ədəd götürək, 16-lıq say sistemində fərz eləyib balaca bir ədəd götürürəm mən. 2, 0, 0, 7, tutaq ki 5, 1. 16-lıqdan biz 10-luğa keçəndə necə yazırıq? Yazırıq 2 vuraq 16 üstü 0, 1, 2, 3, 4, 5, 6. Düzdür? 2 vuraq 16 üstü 6. Üstə gəlinsin. Nə yazdıram mən burada? Bu sıfırları nəyə vursam sıfır olur deyə bunları yazmıram.
Qalır burada 7 vuraq 16-nın kvadratı, üstə gələk 5 vur 16 üstü 1, üstə gələk 1. Yəni bu şəkildə yazılır, düzdürmü? İndi biz elə bil ki, bu açıq yazılış forması veriləndə qayıdırıq bu yazılış formasına. Onda bizim hansı gör sıfırdan fərqli neçə rəqəmin varsa, biz burada ancaq həmin toplananları yazdıq. Çünki qalanları onsuz da sıfıra vuranda sıfır alındığına görə bunlar deməli son nəticədə burada yazılmış olmur. Ona görə də biz nə edirik? Tapdıq artıq 16-nın qüvvətləri şəklində, müxtəlif qüvvətlər şəklində göstərəndən sonra buradan baxıram mənim ümumi rəqəm sayım neçə dənədir? 20 dənə. Və mənim neçə dənə sıfırdan fərqli rəqəmim var? 5 dənə. 20-dən 5-i geriyə çıxıram. Deməli 15 dənə nə var? Burada sıfır rəqəm var. Keçək ikinci sualımıza baxaq. Burada soruşur müxtəlif rəqəmlərin sayını. Deməli, yenə gətiririk hər birini 16-nın qüvvətinə. 4 üstü 36-nı yazıram. 4-ün kvadratının üstü 18 kimi. Üstə gəlirik 3 vuraq. 4 üstü 20-ni yazırıq. 4-ün kvadratının üstü 10 kimi. 4 üstü 15-i yazırıq. 4-ün kvadratının üstü 7 vurulsun. 4 üstü 1 qalıq 1 qalır. Üstə gələk 2 vuraq. 4 üstü 7-ni 4-ün kvadratının 7-ni 2-yə böləndə 3 qalır və qalıq 1 qaldı. Üstə gələk 49-u yazıram, 3 vur 16, 48 edir və qalıqda 1 qalır. Bərabərdir. İndi mən hər birini tək-tək yazsam, 16 üstü 18-dir. Nə yazırıq? 1 vur 16 üstü 18. Açıq yazılış formasını yazmaq istəyirəm, ona görə. Burada yazırıq 3 vuraq 16 üstü 10. Üstə gələk 4 vuraq 16 üstü 7. Üstə gələk 2 burada, 4 də burada, 8 vuraq 16 üstü 3. Üstə gələk 3 vuraq 16 üstü 1, üstə gələk 1. İndi bu ədədi biz açıq yazılış formasında verilir. Ədədin özünü alsaq necə ədəd alınır? 1 vurulsun 16 üstü 18 nədir? 1 arxasında 18 dənə 0. Sonra gəlir nə? 3 arxasında 16 dənə, 10 dənə 0. 3 arxasında 10 dənə 0. Yəni 16 üstü 10 mərtəbəmiz 3-dür. 16 üstü 9 mərtəbəmiz yoxdur. 16 üstü 8 mərtəbəmiz yoxdur. 16 üstü 7 mərtəbəmiz artıq var. Nədir bu? 4 rəqəmidir. 16 üstü 6 yoxdur. 16 üstü 5 yoxdur. 16 üstü 4 yoxdur. 16 üstü 3 mərtəbəmiz 8-dir. 16-nın kvadratı yoxdur. 16 üstü 1 mərtəbəmiz nədir? 3-dür. 16 üstü 0 mərtəbəsi təkliyimiz də nədir? 1-dir. Deməli, mən bu ədədi 16-lıq say sisteminə çevirsəm, təxminən belə bir ədəd alınır. İndi biz burada nəyi axtarırıq? Sıfırdan müxtəlif rəqəmlərin sayını. Deməli, 0 rəqəmi var, 1 rəqəmi var, 3 rəqəmi var, 4 rəqəmi var, bir də 8 rəqəmi var. Artıq bu 3 ilə 1, 2 dəfə təkrarlandığına görə və sıfırlar təkrarlandığına görə biz onları bir dəfə sayırıq. Müxtəlif dediyinə görə, deməli, nədir? 5 dənə müxtəlif rəqəm var yazılışda. Deməli, bizə nə verilib? 343-ün üstü 6, çıxılsın 7-nin üstü 10, üstə gəl 47 ifadəsini 7 əsaslı say sistemində yazdılar. Bunu da yenə biz indi hansı say sisteminə keçiriksə, həmin ədədin qüvvətləri kimi parçalayırıq. 343 7-nin kubudur. 7-nin kubunun üstü 6. Çıxaq 7 üstü 10, üstə gəlinsin 47. Bərabərdir. 7-nin kubu nədir? 7-nin kubunun üstü 6, 7 üstü 18, çıxılsın 7 üstü 10, üstə gələk 47. 47-ni də əslində necə parçalaya bilərəm? Mən yaza bilərəm. 6 vuraq 7, üstə gəlinsin nə kimi? 6 vuraq 7, 42, yerdə nə qalır? 5 qalır. Üstə gələk 5 kimi. Aha. İndi nəyə baxırıq? Belə 7 üstü 18 çıxılsın 7 üstü 10 yazılışını mən 7 əsaslı say sistemində necə yazıram? Baxın, 7 üstü 18 çıxılsın 7 üstü 10-u. Əgər mən 7 üstü 10-u mötərizə xaricinə çıxarsam, qalır burada 7-nin üstü 8 çıxılsın 1. Aha, 7-nin üstü 8 çıx 1 bizə nə verir? 7 üstü 8 bir arxasında 7-li say sistemində göstərəndə bir arxasında nədir? 8 dənə sıfırdır, düzdürmü? Mən bunun üstündən 1 çıxanda, sıfırdan 1 çıxanda çıxılmır. Gedirik qonşuya, bu gedir bu qonşuya, bir hamısı gətirir.
Axırda mən buradan gətirdiyim nədir? 7-lik say sistemində çıxanda bilirik ki, bizim oradan gətirdiyimiz 7-dir. 7-dən 1 çıxıram, 6 qaldı. Burada 7 gəlmişdi, birini verdi, 6 qaldı. Bizim neçə dənə 6-mız qaldı? Deməli, 8 dənə 6-mız olur. Deməli, burada neçə dənə? 7 üstü 8 çıx 1 yazılışı nədir? Deməli, 8 dənə nə deməkdir? 6 rəqəmi deməkdir. Yəni, buradakı 6 rəqəmlərinin sayı 7 üstü n çıxılsın 7 üstü kadsa, orada neçə dənə bizim 6 rəqəmimiz olur? 18 çıxılsın 10, 8 dənə 6 rəqəmimiz olur. Yəni, bu yazılış nədir? 8 dənə 6, arxasında 10 dənə nə? 0. Çünki bu da 1 arxasında 10 dənə 0-a vuranda, arxasına 10 dənə 0 əlavə olunur. Deməli, 10 dənə də 0. İndi, yəni, biz bunu başa düşəndən sonra da hər dəfə bunu bu şəkildə gətirmirik. Elə bu şəkildə göstərdik. 7 üstü 18 çıx 7 üstü 10 azalma sırasına görə düzülür ilk əvvəl. Deməli, mənim bu yazılışım 7-lik say sistemində yazanda nə alındı? 8 dənə burada nə alındı? 6 rəqəm, arxasında sıfırlar var. Və sonra bir də üzərinə nə əlavə edirik? Bunun sonunda sıfırlar var, axı 10 dənə sıfır var. Və bunun üzərinə 6 vur 7 əsaslı say sistemində bu nə yazılır? 6 arxasında 0 kimi. 6 vura 1 arxasında 0 və yaxud da deməli nə alınır? Qalıq 5-dir. 6, 5 kimi yazılır. Elə bunları da əlavə eləsək, deməli neçə dənə bizim 6 rəqəmimiz oldu? 18 çıxılsın 10. 8 dənə burada və bir dənə də burada 6 rəqəmimiz oldu. Deməli, cəmi neçədən olur? 9 dənə 6 rəqəmi. Onu istəsəz belə çətin gəlirsə, elə bir dənə bundan saxlayın yadınızda. 7 üstü n çıxılsın 7 üstü kadsa, bizim burada neçə dənə 6 rəqəmimiz var? N çıxılsın kadəni. Bir də burada 47 var. 47-ni də çevirərik ayrıca belə 7-lik say sisteminə. Bölürəm 7-yə, 6 və 7, 42 qalır 5. Deməli, bu da nədir? 6, 5 kimi yazılır 7-lik say sistemində. Ona görə də deyirik ki, deməli, neçə dənə bizim 6 rəqəmimiz var? 9 dənə. Baxaq 4-cü sualımıza. Onluq say sistemində verilmiş ədədin 2-lik say sistemində yazılışında neçə dənə 1 rəqəmi var? Burada yenə bayaqki qaydadan istifadə edirik. 2-liyə çeviririksə, 4 üstü 1014'ü yazırıq. Nə? 2-nin üstü 2028. 2028 üstə gəlsin 2-nin üstü 1012. Burada yaxşı olar ki, 7-ni yazanda biz necə yazaq? Çıxılsın 8, üstə gəlsin 1 şəklinə salıram. Çıxılsın 2-nin kubu, üstə gəlsin 1-2. Niyə bu şəklə saldım? Mənim bu yazılışım 2-nin üstü 1012 çıxı 2-nin kubu yazılışında bayaq dediyimiz qaydaya görə nə qalır? 1012 çıxılsın 3 dənə bizim birimiz alınır. Arxasında nədir? 3 dənə də sıfırımız olur. Bu da 1 arxasında 2028 dənə sıfır idi deyə. Mən ancaq nəyi yazıram? Birlərin sayını yazıram. Və gələk sonuncu da nədir? 1-dir. Deməli, ümumi sayımız nə verir? 1014-dən 3 çıxırıq, qalır 1011. Yəni, 1011 dənə bizim birimiz olur. Keçək, növbəti 5-ci sualımıza baxaq. Say sistemində verilmiş ədədin 2-lik say sistemində yazılışında neçə dənə 1 var? Yenə bayaqki kimi hamısını 2-nin qüvvəti kimi göstərək. 2 üstü 32, üstə gəlirik 2 üstü 36, çıxılsın 2-nin kubu. Aha, bu yazılışda müəllimlər adətən nə edir? 36-dan çıxırlar ki, deyir, cavab 33 edir, amma elə deyil. Nəyə görə? Və yaxud da birini də buradan götürür, 34. Çünki biz bu şəkli gətirəndən sonra qüvvətləri azalma sırasından düzməliyik. 2 üstü 36, üstə gələk 2 üstü 32, çıxılsın 2-nin kubu. Aha, indi baxıram mən burada 2 üstü 32 çıxılsın 2 üstü 3 yazılışını biz artıq bilirik. Burada 32 çıxılsın 3, 29 dənə bizim nəyimiz var? Birimiz var. Bir də 2 üstü 36 da 2-lik say sistemində nədir? 1 arxasında 36 dənə 0, deməli bir dənə də 1 burada var. Bunları da toplayanda neçə oldu? 30 dənə bizim bir rəqəmimiz alındı. Baxaq növbəti sualımıza, 6-cı sualda. 6-cı sualımıza baxaq. Verilən ifadənin 5 əsaslı say sistemində yazılır. Yazılışda neçə dənə 4 rəqəmi var? Deməli, yenə gətiririk biz bunu 5-in qüvvəti kimi. 5-in üstü 12,
Üstə gələ 5 üstü 16 çıxılsın. 30-u da yazıram, çıxılsın 5-in 25 çıxaq 5 kimi. Və bunu nə edirik? Azalma sırasından düzürük. Birinci 5 üstü 16-nı yazıram. Üstə gələ 5 üstü 12 çıxılsın 5-in kvadratı, çıxılsın 5. 5 üstü 1. Aha, indi biz bilirik ki, əvvəlki sualda da izah elədik. 5 üstü 12 çıxılsın 5 üstü 2 bizə 10 dənə nə verir? 4 rəqəm verir. Və yaxud da 5 üstü n çıxılsın 5 üstü k yazılışı say sisteminin ən böyük rəqəmini verir. N çıx k dənə nə qalır burada? 4 qalır. N çıx k dənə. Və arxasında k dənədə nəyimiz olur? Sıfırımız olur. İndi bundan istifadə eləsək, əgər mən bunu belə hesablasam, bəs buradakı 5 hara gedir? Bu şəkildə əgər 2 dənə, 3 dənə belə bir ədədimiz varsa, biz nəyə baxırıq? Ən birincidən ən axırıncını çıxanda nə verir bizə? Məsələn, 5 üstü 12 çıxılsın 5 üstü 1 yazılışı nə verir? Neçə dənə bizim 4-ümüz olur burada? 12 çıxılsın 1 dənə. 11 dənə 4 rəqəmi alınır. 11 dənə 4 rəqəmi. Və sonunda bir dənə 0. Və sonra mən buradan 5-in kvadratını çıxıram. 5-in kvadratı nədir? 5-in kvadratı 1 arxasında nədir? 1 arxasında 2 dənə 0 var demək. Mən buradan 1 arxasında 2 dənə 0 siləndə deməli qalır 0, 4, 4-dən 1 çıxırıq 3, yenə hamısı nələr qalır? 4-lər qalır. Deməli, burada bizim bu yazılışda neçə dənə 4 rəqəmi olur? Bu birinci, artıq mən birincini hesablamıram. Nəyə görə? Çünki birinci yazılışımız nədir? Bu 1 arxasında 16 dənə nədir? 0-dır. Bu hissədə nə alındı? Bu hissədə alındı bizim bu ədədimiz. Deməli, neçə dənə 4 rəqəmi alındı? 12-dən, ən kənardakılardan, yəni ümumi qayda kimi əgər yadda saxlamaq istəsəz, 2 dənə, 3 dənədirsə, burada əgər sayını soruşursa, peçıq bir rəqəmin sayını soruşursa, ən azalma sırasından düzəndən sonra hamısı çıxma olanda ən böyükdən ən kiçiyi çıxıram, 12 çıxılsın 1 və sonda, ortada mənim neçə dənə çıxılan başqa varsa, bunların sayı qədər də üstündən geriyə çıxıram. Çünki həmin rəqəm artıq 4 yox, 3 oldu da, onun üstündən 1-i çıxıldı. Deməli, nəticədə nə alındı? 10 dənə bizim 4 rəqəmimiz alınmış oldu. Keçək növbəti sualımıza baxaq. Onluq say sistemində verilmiş ədədin ikilik say sistemində yazılışında neçə dənə 1 var? Yenə nə yazırıq? Burada da əsas məqam nədir? Azalma sırasından düzmək. 2-nin üstü 28, çıxaq 2-nin kvadratı. Burada indi bizdə neçə dənə 1 var? Yenə 28-dən 2-ni çıxıram. 28 çıxılsın 2. 26 dənə burada 1-imiz yaranmış olur. Və bu da nədə açıq yazılış formasında 1 arxasında 32 0 var deyə bir dənə də bu yol var. Deməli 1 var və bunların hamısını toplasaq 27 dənə bizdən alınır, bir rəqəm alınır. 8-ci sualımıza baxaq nədir? Onluq say sistemində verilmiş ədədin ikilik say sistemində yazılışında neçə dənə 1 var? Yenə bir rəqəmlərinin sayını soruşur. Bu 2-nin üstü 1022 eləyir birinci ədədimiz. Üstə gələk 2-nin üstü 511, çıxaq 512, üstə gələk 1. Yəni, buradakı 511-i 2-nin qüvvətinə ən yaxın hansıdır, ona gətirdim. 512 də bizə nə verir? 2-nin üstü 9 verirmi? Yəni, bu 512-nin yerinə yazaq. 2 üstü 9. Aha, indi mən burada bir rəqəmlərinin sayını axtarıramsa, 511 çıxılsın 9, 511 çıxılsın 9. Bu qədər sayda burada 1 var. Bu da 1 vurulsun 2-nin üstü 1022 deyə bir dənə burada var. Bir dənə də burada mənim nə var? Təklik var. Deməli, 514-dən də 513-dən də 9 çıxanda nə qalır cavabımız? 504 qalır. Cavab 504 olur. Gələk 9-cu sualımıza baxaq. İfadənin ikilik yazılışında neçə ədəd 1 var? Yenə birlərin sayını soruşur. Tam mənimsəyəsiz deyə dalbadal eyni tip suallarını atdım. Deməli, birinci yenə böyükdən kiçiyə doğru yazırıq. 232, üstə gələk 2 üstü 24, çıxılsın 2-nin üstü 4. Buradakı yenə birlərin sayını soruşduğuna görə 24 çıxılsın 4, 20 dənə 1 burada var və bir dənə də burada var. Bir dənə də 20-ni toplayırıq, cavab nə verir bizə? 21 verir.
Baxaq növbəti 10-cu sualımıza. Bu ifadə 6 əsaslı say sistemində yazılır. Neçə dənə sıfır var? Deməli, yəni indi biz 6-nın qüvvətləri kimi göstəririk. Ən böyüyü 6 üstü 19-dur. Üstə gəlirik 36 üstü 7, 6 üstü 14-dür. Deməli, üstə gəlirik 6 üstü 14. Çıxılsın. Nə yazıram mən burada? 18 çıxıramsa 3 vurulsun 6 üstü 1. Aha. İndi baxıram. Bizdə sıfırların sayını soruşur. Hansı rəqəm önəmli deyil? Bu nədir? 1 arxasında 19 dənə sıfır. Düzdürmü? Gəlir sıfırlar. 6 üstü 14 çıxılsın 3 yazılışı nə verir? 3 vur 6 üstü 1 yazılışı nə verir? 13 dənə bizim nəyimiz yaranır? 13 dənə 5'lər, axırıncı 5'lərin üstündən 3 çıxıb deyə axırıncı 5'də 2 qalmış olur. Bir sözlə 14 çıxılsın 1 dənə, 14 çıxılsın 1 dənə nə yaranır burada? Sıfırdan fərqli rəqəm yaranır. Ona görə də buradakı 13 dənə sıfırdan fərqli rəqəm, bir dənə də burada bizim birinci rəqəm var idi. Birinci toplanan var idi. Yəni bunları çıxıram 14-dən biri üstə, burada tək qalırsa o da bir dənə də bu sayılır. Deməli neçə dənədir? 13 üstə gəl 1 bərabər 14 dənə 14 dənə nə var orada? Sıfırdan fərqli rəqəm var. Ümumi baxıram, mənim ədədim neçə rəqəmli ədəddir? Ən böyük qüvvət 6 üstü 19-dur. 6 üstü 19 nədir? Altılıq say sistemində 1 arxasında 19 dənə, 1 arxasında 19 dənə sıfırdır. İndi bu 1 arxasında 19 sıfır varsa, deməli ədədim neçə rəqəmlidir? 20 rəqəmlidir. Və bu 20 rəqəmli ədədin 14 dənəsi sıfırdan fərqli rəqəmdir. Deməli 20-dən 14'ü çıxıram. Yerdə qalan 6 dənəsi nədir? Sıfır rəqəmini verir. Baxaq 11-ci sualımıza. Alqoritm hərflərindən ibarət bütün 4 hərfli sözlər əlifba sırasından düzülür və birdən başlayaraq nömrələnir. Bizdən R ilə başlayan ilk sözün sıra nömrəsini soruşur. Burada fikir veririk nəyə? Sıra nömrəsindən əlifba ilə artdığına görə buradakı nömrəliyirik 0, 1, 2, 3, 4, 5, 6, bir də 7. Bundan sonra artıq təkrarlanır da, artıq 0 sona yazılır, bura 1 yazılır. Bizim 8 müxtəlif simvol var. Yəni 8'lik say sistemindəki kimi qəbul eləsək, 8 simvolundan istifadə olunub. Sadəcə bizim rəqəmlərimiz hərflərlə ifadə edilib. İndi bizdə deyir ki, R ilə başlayan, R hərfi hansı hərf idi? R hərfi bizdə 6 idi. İ hərfi 2 idi. 6, 2 və arxasında ilk söz dediyinə görə sonuncu 2 rəqəmini 0 qoyuram. 4 hərfli söz dediyinə görə hansı say sistemidir? 8'lik say sistemidir. Deməli 0, 1, 2, 3 nömrələdim. 6 vuraq 8'in kubu. Üstə gələk 2 vuraq 8'in kvadratı. Nə verir bizə? 512 vurulsun 6. Üstə gələk 64 vurulsun 2. 512'yi 6'ya vuranda 3072 eləyir. Üstə gəlinsin, bu da 128. Biz bunları toplasaq nə verir? 3200 eləyir. 3200. Aha. İndi baxıram, baxın. Bax, birinci sırada sıra nömrəsi 1 olanda bu kodun onluq qarşılığı nədir? 0'dır. 2 olanda kodun onluq qarşılığı 1'dir. Yəni kodun onluq qarşılığından kodun sıra nömrəsi bir vahid fərqlidir. Burada 3200 ədədi almışıqsa, deməli kodun sıra nömrəsi nədir? 3201-dir. Ondan bir vahid artıqdır. Baxaq indi növbəti sualımıza, 12-ci sualımız da nədir? Kitab hərflərindən ibarət bütün 4 hərfli sözlər əlifba ilə düzülüb, nömrələnib, siyahının əvvəli verilib. Bizdən nə soruşur? A hərfi iştirak etməyən ilk sözün sıra nömrəsi neçədir? Yenə 0, 1, 2, 3, 4 nömrələyirəm. A hərfi iştirak eləməyən A hərfi nədir? 0 rəqəmidir. İlk söz deyirsə, deməli bu sözün bütün rəqəmlərini mən nə götürürəm? B götürürəm. Yəni B, 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 B. Bu da hansı say sistemindədir və hansı rəqəm qarşılığıdır? 1'in qarşılığıdır. Və say sistemin əsası neçədir? 5'dir, çünki 5 müxtəlif simvol var. İndi biz bu ədədi
Bu ədədi çevirək beşli say sistemindən onluğa 0, 1, 2, 3 nömrələri 1 vuraq 5-in kubu üstə gəlinsin. 1 vur 5-in kvadratı üstə gələk 1 vur 5 üstə gələk 1. Nə verir bizə toplayanda? 125 üstə gələk 25 üstə gələk 5 üstə gələk 1. Bu da elədi 156. Düzdürmü? Aha. İndi yenə baxıram. 0 nömrəli kod, 1 nömrəli kod 0-a uyğun gəlir. İkinci sıra 1-ə 0 uyğun gəlir. 2-yə 1 uyğun gəlir. Deməli 156-ya hansı sıra nömrəsi olur? Bu da 157-ci sıra nömrəsi olur. Növbəti sualımıza baxaq. Növbəti sualımız nədir? 13-cü sual. Bu şərti ödəyən neçə dənə natural ədəd var? Aha. Birinci hər birini biz nəyə gətiririk? Onluq say sisteminə çeviririk. Burada çevirəndə 0, 1, 2, 3, 4, 5, yoxdur, 6, 7. Deməli, bir dənə 2 üstü 7 var, bir dənə 2 üstü 6 var. Sonra 2-nin üstü 4 var, bir də 2-nin üstü 3 var. Nə verir bizə? 128 üstə gələk 64, üstə gələk 16, üstə gələk 8. Bərabər 64 ilə 16 bizə 80 verir. 80 ilə 128 elədi 208. Üstə də 8 gələndə olur 216. İndi keçək ikinci ədədimizə. DF 16-lıq say sistemində bərabərdir. 0, 1 kimi yazsaq 13 vuraq 16 üstü 1. Üstə gəlinsin 15. Üstə nə verir bizə? 13-ü 16-ya vuranda 100 deməli 190 üstünə də 18 gələndə 208 edir. 208. Aha, deməli üstə gələk 15. Bunları da toplayanda nə edir? 223 edir. Deməli bizim x dəyişəninin onluq qarşılığını yazsaq 216-dan böyük bərabər, kiçik bərabərdir 223-dən. Aha. İndi burada neçə dənə natural ədəd var? Ən böyükdən, yəni 223-dən çıxıram 216-na, üstə gələk 1. Bizə nə verir? 23-dən 16 çıxanda 7 qalır, 7-nin üstünə 1 gələndə 8 olur. Bütün cavab nə olur? 8. İndi baxaq 14-cü sualdan əli görək. Bu şərti ödəyən neçə natural ədəd var? Yenə eyni tipdir. 0, 1, 2 kimi nömrələsək 8-in kvadratı üstə gələk 6 vur 8. Bu da bizə 64 üstə gəlinsin 48 elədi 112. Aha, indi AC 16-lıqdan keçək onluğa bərabərdir. Deməli A vuraq 16-nın üstü 1 üstə gələk C. A neçədir? A 10'dur. 16'ya vuranda elədi 160. 160'ın üstünə də 12 gələndə elədi 172. İndi bizdə bu şərti ödəyən neçə natural ədəd var? Neçə dənə natural ədəd var? Mən hadisa səhv elədim. 8'in kvadratı üstə gələk. Ayda. 14-cü sualımıza baxaq. Deməli 1, 0, 6, 8-likdən onluğa çevirək. Olur 1 vur 8-in kvadratı üstə gələk 6. 64 ilə də 6-nı toplayanda eləyir 70. İkinci ədədim AC 16-lıqdan bərabərdir. Deməli 0, 1 kimi yazsaq A-nın qarşılığı nədir? 10. 10 vur 16 üstü 1 üstə gələk. Nədir? Deməli 12-dir. 12 vuraq 16 üstünə 0. O da 1 eləyir. Toplayanda nə verir bizə? 160 üstə 12 gələndə 172. Aha. Deməli bizdə hansı interval oldu? X ədədi dəyişir. 70 ilə 172-nin arasında dəyişir. İndi burada bizim neçə dənə tam ədədimiz var. Bura daxil olan ən böyük tam ədəd hansıdır? 171-dir. Ən kiçik tam ədəd hansıdır? 71-dir. 171-dən çıxıram 71-i, yəni bura daxil olan ən böyük ədəddən çıxıram ona daxil olan ən kiçik ədədi və sonda üstünə 1 gəlirəm. Bu da nə verir? Bizə verir 101. Bu da nə olur? Cəbrəndə olur.
15-ci sualda nə verir? 215 8-lik say sistemində kiçik x-dan kiçik b-ə 16-lıq say sistemində şərtini ödəyən neçə dənə natural ədəd var? Əvvəlcə 2, 1, 5, 8-lik ədədini çevrə yoğunluq say sisteminə 0, 1, 2 kimi yazırıq. 2 vuraq 64, üstə gələk 1 vur 8, üstə gələk 5. Bizə nə verir? 128, üstünə də 13 gələndə 141. Deməli, bu alanda sol tərəfdəki ədəd 141 kiçikdir x-dan, kiçik bərabərdir. İndi sağ tərəfə 0, 1 kimi yazsaq, 11 vuraq 16 üstü 1, üstə gələk 10. Bu da 176 ilə 10 toplayanda edir 186. Buradakı natural ədədlərin sayını tapanda, deməli 186-dan elə 141 çıxırıq. Çünki bunun biri daxildir, biri daxil deyil. A, B yarım intervalında olan tam ədədlərin sayını tapanda elə sağdakı sərhəddindən soldakını çıxmaqla tapa bilirik. Deməli, neçə oldu? 45 dənə oldu. Düzgün cavab B variantıdır. Baxaq 16-cı sualımıza. Deməli, 16-cı sual həll etmək üçün yenə hər iki tərəfini onluq say sisteminə çeviririk. A, 4. 16-lıq say sistemindən onluğa çevirsək, nə verir bizə? 10 vuraq 16, üstə gələk 4. Deməli, elədi 164 onluqda. İndi 4, 1, 2-ni 8-likdən çevirək onluq say sisteminə. 0, 1, 2 kimi yazsaq, 4 vur 8-in kvadratı, üstə gələk 1 vur 8, üstə gələk 2. Nə verir bizə? 64-ü 4-ə vuranda 256, üstə də 10 gəlirik, elədi 266 onluq say sistemində. İndi bizdən soruşur ki, bu şərti ödəyən neçə natural ədəd var? Deməli, şərtdə nə verir bizdə? Deməli, ədədimiz 164-dən böyükdür, kiçikdir 266-dan. Bu şərti ödəyən ən kiçik ədəd 165-dir, ən böyük ədəd 265-dir. 165-dən 265-ə qədər neçə dənə bizim tam ədədimiz var? 265-dən çıxıram 165-i, üzərinə 1 gəlirəm. Deməli, olur 101 dənə. Bu 101 dənə tam ədədin içərisində bizdən soruşur neçə dənə tək natural ədəd var. Təklərin sayını soruşduğuna görə 101-i bölürəm 2-yə, bunun tam hissəsi 50 dənəni götürdüm. Deməli, 51 təklə cütlərdən birindən 50 dənədir, birindən 51 dənə. Baxırıq bizdə nə idi? Təklə başlayıb, təklə bitir deyə. Deməli, o artıq sonuncu bir dənəsi. Çünki tək gəlir, sonra cüt gəlir. Tək gəlir, cüt gəlir. Sonuncu artıq olan ədəd tək ədəddir. Deməli, 50 üstə gəl 1, 51 dənə bizim nəyimiz var? Tək ədədimiz var. Keçək növbəti 17-ci sualımıza baxaq. 17-də deyir, ikilik yazılışında 4 dənə 1 olan ən kiçik 4 rəqəmli 8-lik ədəd hansıdır? İkilik, deməli 8-lik ədəd deyirəmsə, mən neçə rəqəmli deyir? 4 rəqəmli 8-lik ədəd götürürəm. Və bu 8-lik ədədin hər birini ikilik say sisteminə çevirəndə biz 0,1 ilə ifadə edirik. Mən ən kiçik axtardığıma görə, deməli birinci rəqəmi mən 1 götürürəm. Sıfırlar əvvəldə olsun, çünki ən kiçik burada 1-dir. Yəni 1 yazmasam artıq bu 4 rəqəmli ola bilməz. Yerdə qaldı mənim 3 dənə birliyim. O 3 dənə biri də ən sonuncu ədədə yazıram. Qalanları da nə götürürəm? İkili yazılışlarını 0 götürürəm. Deməli, bizim ən kiçik ədədimiz nə oldu? 1, 0, 0 və sonuncu da olur 7. Bizim cavabımız A variantıdır. Növbəti sualımıza baxaq. 18-ci sualda deməli, 96-nın üstü 5 ədədinin ikilik yazılışındakı sıfırların sayını soruşur. Bunu mən nə edirəm? 96-nı yazıram 3 vuraq 2 üstü 5 kimi. Yəni 3 vur 32 bilirik ki 96 edir. Da bizə verir 3 üstü 5 vuraq 2-nin üstü 25. 2 üstü 25 ikilik say sistemində nədir? 1 arxasında 25 dənə 0. 25 dənə 0. İkilik say sistemində. 3 üstü 5 bizə verir neçəni? 243-ü. İndi qalır 243-ü ikilik say sisteminə çevirək. Onda necə çevirirəm? Elə 2-nin qüvvətləri şəklində yazsam, burada bir dənə 128 var, bir dənə 64 var, elədi 192, bir dənə 32 var.
192 ilə 32, 224. Bir dənə də 16 gəlirik. 224 ilə 16, 240. Bir dənə 2 var, bir dənə də 1 var. Mən bunu çevirsəm, ikili say sistemində necə yazıram? 128-i yazdım 1, 164 də var, 32 də var, 16 da var. 8 yoxdur, 4 yoxdur. Bunların yerinə 0 yazıram. 2, bir də 1. 2 dedim, 1, 1. Axırıncı 2 mərtəbəsi də 1. Deməli, bizdə bu nə verir bizdə? 4 dənə 1, 2 dənə 0, 2 dənə 1. Bu ədədi vururam, 1 arxasında 25 dənə 0. Bizdə nə alınır? Elə həmin bu yazılan ədəd 4 dənə 1, 2 dənə 0, 2 dənə 1. Arxasında neçə dənə 0? 25 dənə 0. İndi bizdən soruşur ki, ümumilikdə neçə dənə bizim 0 var? 25 dənə sondaydı, 2 dənə də əvvəldədir. Deməli, ümumilikdə 27 dənə bizim 0'ımız olur. Cavab C variantı olur. 19-cu sualımıza, deməli, en əsaslı say sistemində verilmiş 87 ədədi 2 rəqəmi ilə bitir və ən az 3 rəqəmdən ibarətdir. Mən bilirəm ki, onluq say sistemindəki ədədi hansısa bir P əsaslı say sisteminə çevirəndə bölürəm P-yə. Bərabərdə hansısa bir ədəd aldım, natıvam qismət və qalıq da neçə alınıb? 2 alınıb ki, bunun sonuncu rəqəmi nə ilə bitir? 2 ilə bitir. Onda belə çıxır ki, mənim bu 2-ni çıxsam, 2 ədədi geriyə çıxsam, qalır 85. Deməli, P ədədi 85-in nə idi? Bölənidir. Yəni, mən 87-nin üstünə o qalığı götürəndə geridə qalan ədəd P-yə qalıqsız bölünür. 85-dən də 5 vuraq 17-dir. Deməli, say sisteminin əsası P ya 5-dir, ya 17-dir, ya da 85-dir. Bu üçündən biridir. İndi gəlirik növbəti şərtimizə. Şərtdə deyir ki, ən azı 3 rəqəmdən ibarətdir. Ən azı 3 rəqəmdir, amma bizdə əgər say sisteminin əsası 17 olsaydı, onda mən 87-ni çevirək də, indi 17 əsaslı say sistemini çevirəndə bölürəm 5 dəfə. Bu da elədi 85, qalıqla qalır 2 qalır. Mən necə yazılır? 5, 2 kimi. 2 rəqəmlə də qalınır. Amma bizə lazımdır ki, ən az 3 rəqəmli olsun. Deməli, onda mən neçə əsaslı götürürəm? 5 əsaslı götürürəm. Yəni, 5 burada nə olur? 85-in bölənidir. 4-cü cavabımız da deməli, B variantı olur. 5 olur. Baxaq 20-ci sualımıza. Deməli, bu tip misalları həll edəndə biz nə edirik? Hər tərəfini 10 əsaslı say sisteminə gətiririk. 1, 0, 1 enlikdə, üstə gəlinsin 1, 1, 8-likdə. Bunu mən onluğa çevirəndə 0, 1, 2 kimi yazıram. 1 vuraq, n plus 1-in kvadratı eləyir. Üstə gələk 0, nəyə vursam 0 olur, üstə gələk 1. Bərabərdir. Sağ tərəfi çevirsəm 1 vuraq, n-in kvadratı. Üstə gələk 0 vuraq, n, üstə gələk 1. 0 yazmadım. Üstə gəlir, bu da olur. 1 vuraq 8, üstə gələk 5. İndi sol tərəfi açıram. n kvadrat, üstə gəl 2n, üstə gəl 1. Bir dənə də 1 burada var. Plus 1. Bərabərdir. N kvadratı üstə gəlinsin. 8 ilə 1, 9. Nə də 5 gələndə 14 edir. N kvadratını keçirdirəm bu tərəfə. Çıxılsın n kvadrat. Bərabərdir 14, çıxılsın 2-yə. Bu 2-ni də sağ tərəfə ötürürəm. Deməli, n kvadratlarımız gedir. 2n bərabər olur neçəyə? 12-yə. Deməli, n-in qiyməti neçədir? 6-dır. Deməli, düz cavabımız olur 6. Sağ olun. Bugünkü izahımız bu qədər.